Salam, xoş gördük hər birinizi. Bugün e, hamıdan çoxlu məlumatlar gəlir ki, buraxılış imtahanının vaxtı azalır və mən nə edeyim ki, artırım. Bugün bu mövzuda danışacağıq. Nə etmək lazımdır artırmaq üçün? Deməli, deyilənlərə mütləq əməl eləmək lazımdır birinci növbədə. Bunun üçün nədir məsələmiz? Deməli, biz bilirik ki, buraxılış imtahanında bizim 100 balımız var. 100 balımızın həmin 100 balımızı 75 balın mətn verir, 25 balın qrammatika. Və nə etmək lazımdır? Bunu dəyərləndirmək lazımdır ki, 75 balı mətn verir. Bunun üçün nə etmək lazımdır? Günü bu gündən, videonun ilk gördüyün gündən başlamaq lazımdır mətn işləməyə. Bunun üçün hansı mətnləri işləmək lazımdır? 9-cu sinifə gedənlər, deməli, eyni kitablardır, ikisində üz görünüşü eynidir. Sadəcə olaraq birində burada yazılıb 9 illik, birində isə burada yazılıb 11 illik. Bu kitabları Azərbaycan dili buraxılış imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən çıxardılıb. Bunların hər birinin içində 20 sınaq var. 20 sınaqda o deməkdir ki, hər bir sınaqda 2 mətn varsa 40 mətn var. Mətnlərimiz ilə 9-cu sinifdə normal mətnlərdir. 9-cu sinif mətnlərində deməli bizdə sual tipləri ancaq düşür ki, mətn analiz edə bilməyi bacarmalısan, mətn analiz eləmək qaydaları düşür. Uyğun fərqli cəhətləri seçmək, bir-biri ilə müqayisə etmək, səbəb-nəticə əlaqəsini aydınlaşdırmaq, bu tipli testləri Eyler-Venn diaqramına uyğunlaşdırmaq, işləyib vərdiş halına salmaq lazımdır. 11-ci siniflərdə isə tam qəbula uyğun 2 mətn verilir. Biri bədii üslubda, biri publisistik üslubda. Bundan əlavə adətən çərçivədə bir mətn verilir. Bu da əsasən məişət, rəsmi işgüzar, elmi üslubda verilən olur. Deməli, üslubların oxşar fərqli cəhətlərini buradan analiz edə bilirsiniz. Ümumiyyətlə, yəni sözüm bundadır ki, hər birində 20 sınaq var. 11-ci siniflər 11-i işləyəndə tutaq ki, 20 sınaq var. Bu da 40 mətn deməkdir. Günü bu gündən hər gün bir mətn işləyə bilərsiniz. Hər gün bir mətn. Hələ qrammatika tərəfini qoyuram kənara. Hər gün mətnin birini diqqətli şəkildə işləyib, analiz edib, öyrənməklə, inanın ki, tək bundan, bir də ki, birinci, ikinci hissə test toplusunda və yaxud da təzə çıxan test toplularında arxasında əvvəlki ilin qəbulların, buraxılış imtahanının sualları var. Oradakı mətnləri işləməklə həmin 75-i 100%-lə əldə etmək olar. Qrammatikadakı öz-özün hazırlaşmağınızla həmin 25 bal da üstünə gətirib 100 bal səviyyəsinə gətirmək olar. Bundan əlavə də bizim də sürət qruplarımız yaranacaq. İştirak eləmək